Salam dostlar. Əgər CityCard avtobus kartınız yoxdursa, Play Marketdən yüklədiyiniz CityCard Azərbaycan tətbiqi vasitəsilə də QR kod dediyimiz bir dəfəlik biletləri alıb gedişimizi təmin edə bilərik. Bunun üçün bizə həmçinin telefonumuzda internetin açıq olması lazımdır. Biz tətbiqi artıq yükləmişik və daxil oluruq tətbiqə. Açılan ön səhifədə aşağı sağ küncdə CityCard menüsuna daxil olaq. Gördüyünüz kimi heç bir kartımız yoxdur. Əsas menyuya keçək, aşağı sağ sol küncdən, yuxarıda da balansımızın 0 olduğunu görürük. Ortadakı göy rəngli bilet al düyməsini vurmaqla QR kod biletimizi alaq. Balansımızda məbləğ olmadığı üçün ödəniş et düyməsini vurduqda kartımızdan 60 qəpik silinəcək. Ödəniş et vuraq. Burada öncə qeydiyyatdan keçirdiyimiz kart varsa, onu və ya yeni kartı seçirik. Kartın yadda saxlanmasını istəyiriksə, yadda saxlaya quş qoyuruq və ödəniş et vururuq. Açılan pəncərədə kart məlumatlarımızı daxil edirik. Öncə ad, soyad, 16 rəqəmli kart hesabımızı, kartın bitmə tarixini və 3 rəqəmli SVV deyilən məxfilik kodunu qeyd edirik. Və ödə düyməsinə basırıq. Telefonumuza gələn 4 rəqəmli təhlükəsizlik kodunu da götürüb qeyd edirik. Və əməliyyatımızı bununla tamamlamış oluruq. Gördüyünüz kimi bilet alındı qeydə çıxdı. B39291 nömrəli biletimizin üzərinə vurduqda QR kodu görə bilirik və gedişimizi bu kodla həyata keçiririk. Əgər biletimizi ləğv etmək istəsək, QR kodun üzərində yuxarıda sağ küncdə bileti ləğv et vurduqda o zaman biletimiz ləğv olunur və məbləğ də tətbiqin hesabına keçir. İstənilən vaxt bununla yenidən bilet ala bilərik. Heç bir halda pulumuz itmir. Hər halda məxfiliklə bağlıdır ki, videonu qeydə alarkən ekran belə qaraldı. QR kodun görsənməməsi üçün hər halda. Gördüyünüz kimi balansımızda ləğv etdik deyə 60 qəpik görünür. Yenidən bu 60 qəpiklə ortadakı bilet al düyməsinə vuraraq QR kod biletimizi hər an ala bilərik. Bu qədər. Hər kəsin yolu açıq olsun.